bir marafon qət edib, Avrokuboklarda yorulub, çempionatın sonuna doğru fiziki cəhətdən tükənmiş bir nesil görürük. Yəni, fiziki hazırlıq baxımından təlim tutmamışmı yaxşı keçməmişdi, yoxsa rəqibin təzyiqinə görə komanda bu qədər yaşan yoruldu? Ну, дивіться, скажу так, мені дуже тяжко відповісти, тому що коли команда перші 15-20 хвилин грає повністю переграючи суперника. Mənə bu suala cavab vermək çətindir, niyə görə? Çünki bir hansısa bir komanda ilk 15-20 dəqiqə tam olaraq üstünlüyü əldə etməklə qarşı tərəflə oynayırsa, Плюс забила 2 м'ячі, və 2 dənə də qol vursa, потім зупинитися і почати грати в футбол, який, ну я такий футбол не розумію, все ззаду, контроль цього м'яча, помилки. Цим самим вони дали змогу для суперника проводити свої атаки. və sonra bu qədər, bu cür oyundan sonra hər şey dəyişir. Yəni, belə bir futbol başında oynamaq ki, mən bunu futbol oynadığı da bilmirəm. Yəni, mən çətindir. Başlayırlar ötürmələrdə səhvlər verməyə, bir çox səhvlərin nəticəsində də, bu da nəticəsində rəqibə şərait yaradırlar ki, onlar hücuma keçib öz hədəflərinə çata bilsinlər. На мій погляд, перший дзвіночок був десь після 20-ї хвилини, коли Балаєв потягнув такий тяжкий м'яч. Və xüsusilə də, belə deyim ki, burada dəqiqlik əsasən 20-ci dəqiqədə bu Balayevin çox çətin bir top tutulmasından sonra olur. В цьому моменті в нього сталася травма, бачили. Siz özü də gördünüz ki, o travma oldu həmin dəqiqə. Але він достояв, десь може ця травма і помішала йому, коли ми пропустили перший м'яч. Və düzdür, ona baxmayaraq yenə oynamağa davam elədi, dözdü, dayandı. Amma yəqin ki, bunun da təsiri oldu ki, o birinci topu buraxdı. Але теж історія, ми пішли на перерву виграючи 2-1. Tarix idi, yox biz birinci tayından sonra fasiləyə 2-1 udaraq gəlmişdik. В перерві поговорили, всі були емоційно на піднятті. Həmən fasilədə danışdıq, hər kəs emosional olaraq yüksək səviyyədə. Але також в другому таймі пропустили другий м'яч. Sonra ikinci tayında ikinci topu buraxdı, golu buraxdı. І всі м'ячі якісь такі з помилками. Неточна передача, перехват. Qollar hamısı necə oldu? Hamısı səhvlərin nəticəsində oldu da. Doğru olmayan, ötürmə oldu, yaxud da saxlama oldu, saxlaya bilmədi. 2-2. Проходить ще трішки часу. Biraz da vaxt keçir, sonra yenə. Іде длінна передача від воріт суперника. Ми умудряємось пропускати такий м'яч, програти боротьбу. Qapıdan yəni uzun bir ötürmə olur, pas olur. Biz yəni necəsə olursa bu topu buraxırıq. Yəni futbol olur. Після цього знову заграли, були непогані 2-3 моменти у бою. Və sonra oynamağa ən azı 200 pis olmayan orada epizodlar var idi. Особливо у Сафарова і у Папаса. Amma Pasovdan da Səfərovda eləməli epizodlar oldu. Ми не забили, як завжди буває, зразу відповідь. Necə olur? Həmişə sən vura bilməyəndə, həmişə cavab olur da. Пенальті 4. Penaltı oldu və Ну, треба сісти просто на свіжу голову, подивитися весь матч, проаналізувати і показати всі ці помилки і їх далі більше ніколи не повторювати. ona görə də bunu oturub tecrübələr alıb başla təhlil etmək lazımdır oyunu. Orada nəticələr çatmaq lazımdır ki, hansı səhvlər olubdur, onları bir baxaq və bir daha o səhvləri təkrar etmək. У футболістах я не буду говорити, тому що це буде некоректно. Futbolcular haqqında mən danışmaq istəmirəm, bu biraz yanlış olmaz. Перш за все, це моя вина і я винен як головний тренер, і ні в якому разі буду розбиратися я, а не... Yəni birinci növbədə bu mənim günahımdır. Yəni bu mənim, çünki mən baş məşqçiyəm burada da. Ona görə də birinci növbədə mən özümlə necə məşğul olmalıyım. Ось таке. Belə cavab verirəm.